gözəl gündə də daha bir gözəl sənətkarımız Toyun axırına kimi bizlərlə olacaq. Hər birimizin sevimlisi olan elə bizim Şirvanlımız Nişanə Baxşobanı bir alqışlarla bu gözəl sarayımıza dəvət edək. Nişanə xanım, xoş gəlmişsən. Dəyərli sənətkar xanım, var olun və istərdik bu gözəl anda da sizlərdən bir arzu, təbrik və dəyərli qonaqlarımızı salamlamağı sizlərdən rica edirik. Buyurun. Çox sağ olasın Rəvan, mən dəyərli həmkarım, dəyərli qardaşım. Allah səni var eləsin. Hər vaxtınız xeyirli olsun, hər biriniz xoş gəlmişsiniz, səfa gəlmişsiniz. Allah xoşbəxt eləsin. Hər iki tərəfə göz aydınlığı verirəm. Allah sizi mehriban eləsin, bir yastıqda qocalasınız. Mənim dəyərli qardaşım, bəy qardaşım, Vahid qardaşım, səni təbrik edirəm. Allah o gözəl xanımla bir ömür boyu xoşbəxt eləsin sizi. Qudalarımıza göz aydınlığı verirəm. Allah sizləri mehriban eləsin. Çox şadam. Bugün də qadoyalım. Elimizdə, ovamızda Şamaxı doydu. Hər şey möhtəşəm olacaq. Həqiqətən də, belə deyim də, mənim üçün mən fərq qoymuram. Azərbaycanımız bütövdür. Bunu 44 gün müharibədə hər birimiz sübut elədik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz hər zaman deyirik, Qarabağ Azərbaycandır. Qadoyalım, Şamaxı da bizimdir, Qarabağ da bizimdir, Aran da bizimdir. Düzdür, Rəvan. Aydın, Allah səni var eləsin, səni də salamlayıram, ansamblını salamlayıram. Bugün hər şey möhtəşəm olacaq. Başlayaq mı? Gözəl bir açılış eləyək.